İmam Hüseyin məclisindəydiyə, qəmlənmək bizim üçün vacib deyil. Qəmlənmək Qur'an-ı Kərimdə Yaqub əleyhissalamdandır. O ki, bizə sual verirlər, ki, siz hər il niyə yada salırsınız, qəmlənirsiniz və s. və ilahı bu bidətdir. Birincisi, yaz sözü yada salmaq sözünə götürülür. Yaz, yəni yada salmaq. Yaqub əleyhissalam 40 il Yusuf əleyhissalama yada saldı, yaz saxladı. Düz və gözləri kör oldu. Əgər bu sinə vurmaq Allah'ı şərik qoşmaqdırsa, bu sinə vurmağın dəyəri nədir? Özdə ziyan düz. Yaqub əleyhissalam gözləri kör oldu. O da canı ziyan etdi. Niyə Allah bunu bəyəndi, Qur'anında yazdı? Ona görə də Allah bizi, ümmətimizi, millətimizi, elimizi, obamızı inşallah ki, əhl-i beyt qapısından ayrı salmasın. Amin. Peyğəmbər var, Peyğəmbərə Resulullah zikr edək. Allahumma salli ala Muhammed ve ali Muhammed. Gülzarım Zehra, havadarım Zehra, beni koyma tenha, Ali bir kesdi